Hamza salam dostlar. Deməli, ha vaxtdan da video zat çəkmirdim. Bu gün istədim ki, video çəkəm. Özüm də biraz ağrıyıram. Yəni boş qalmasın deyə video çəkmək istədim. Burada indi məsələn mən dünya sıralamasına kasmışdım Honey Badger'lə. Onun videosunu çəkmək istəyirəm. Onu necə qazanmışam, nətər kastım. Məsələn 30 günlük sürəsi var bu ünvanın. Kürəsil məsələn 40-cı sıra olmuşam dünya sıralamasında. 2 dənə ünvan verir. Biri kürəsəl Avropa sıralaması, biri var dünya sıralaması. Dünya sıralamasında 40'da olmuşam, Avropa sıralamasında 15'də. İndi vaxt qaçırmadan keçək videomuza. Sizə necə bunu kasmaq lazımdır, onu sizə göstərəcəm. Heç nə. Burada da sıralamada məsələn göstərim, gözləyim. Buradan savaş gücünə, oradan da Honey Badger seçməliyik. Görürsünüz burada indi mən o ünvanı alanda 40'daydım. İndi məsələn 47'yə düşmüşəm. Səhv eləmirəmsə üstündən 2 gün mü 3 gün mü keçibdi. Gec atıram da bu videonu. Yəni editi biraz çətin oldu deyə gec atıram. Ona görə belə 7 puan düşmüşük. O da olan şeydir. Ta əsas ünvanı almaqdır. Heç nə dostlar. İndi oyunda sizə göstərəcəm. Mən həmişə oyunda məsələn bu işarə elədiyim yerə düşürəm esporta. Yəni orada sən niyə? Həm orada oyun başlayanda botları olur. Getsən məsələn oradakı botları bir ikisini vurursan. Bu silahın yəni özəlliyi odur ki, adamın kafasından vurmalısan. Hasar çox verməlisən. Silahı əldə saxlama sürəsi deyilən bir şey var. Oyun müddətində o silahı əldə saxlamalısan. Yəni ona görə puanlar verir. O puanları da sən yığırsan, sıralamaya kassan. Mənim dostum da var idi. Məsələn, o Famas üzrə kasmışdı. O da mənim kimi qazanıb. Məsələn, bax oyunda belə bir şey göstərir. Bütün oyuncular bunu görür. Bu da yaxşı bir şeydir. Amma yenə də sürəlidir də 30 günlükdə, amma dəyər də, yəni sıralamaya görə dəyər. Heç nə dostlar, indi mən sizə göstərim. Buradan düşək məsələn o esporta. Hə, bir də onu deyim ki, məsələn bunu kasmaqdan ötəri çox çətindir də. Yəni silahı tapmaq, eləmək çox çətindir. İndi mən buranı axtarasan ki, bu silahı tapasan. Məsələn, bax düşsən bura. Burada silahlar. Bunların hamısını lootlayırsan. Mən bir yarım saat elə maçlar olur ki, 2 maç arda silah tapamırsan. O da problem o yaradır. Məsələn, mənim dostumun kastığı Famas var idi. O uşaq inansız 3 oyun 4 oyun oynayırdı. Dropa axtarırdı, Famas çıxmırdı. Ya da adam vururdu bunu, Faması birinci götürürdü. Yəni çox bədbəxtliklər olur. Yəni kasmaq çətindir. Gərək buranı mən burada yəni çıxma şansı olur da. Başqa yerlərə getsən amma şansı olmur. Görək hardan tapacağıq onu. Bir buraları axtarmalıyam. Olmasa da gedəcəm, ya oyun sayılmayacaq ya da gedib hardansa bir şey tapmalıyam. Çox vaxt məsələn deyim bax, burada çıxır. Çox vaxt o bu kulübələrin içində, evin içində ola bilir. Ya da midstay'nin içində, yəni 50-50'ye şansdan çıxma şansı var. Görə indi bu evdə də olmasa, nağarım ta videonu dayandıraram. Tapanda sizi oyunu başladıram videonu. Heç nə uşaqlar, kayıt dayandırım. A few moments later. Hə, deməli. Hə, tapdım. Bu silahdır. Bu silah çox tapılmır da, nətər deyim. Oyunda az qoyublar çıxma şansını. İndi mən bundan adam öldürməliyim. Roket əsaslı, yəni roketlə o yüzden çatıların başında durmaq lazımdır. İnansız mən bunu kasa 6 günə sezon gəldi. Mən 6 günə 240 oyun zat belə oynadım. Görək 6 gün 240 oyun nə deməkdir. İstəsəm Fatih də ola bilərdim, amma silaha görə qaldım. Çünki silah tapanmayandan sonra quit atsan, məsələn oyundan çıxsan, təzədən bir masa girsən ki, sıralama şey eləməsin. Ərəblər var, ərəblər sıralamanı alıb. Birinci sıradakı 99 səviyyəsi var. Oyuncu səviyyəsi 99'dur birinci sıradakının.
Gedə indi məsələn bu evlərə, bu evlərdə bot olur. Məsələn qapı açılıb. Oba, deyim adam var burada, bot var. İndi də birinci kilimizi buradan götürürük. Yaxşı. Kafasına vurmaq lazımdır. 2-3 dənə, 2 dənə, 3 dənə kill olsa, bir də oyunun axırına qalsam bu silah əlindən düşməsə, polnu bir 300-400 falan götürmək olur. Mən gedək görə buralarda adam varsa, yoxsa bu saatın başında bir dəfə fırlanarıq. Ya da gedək canlanma yerinə. Gedək bu 2 nömrəni qaldıraq. Heç olmasa ölsək bir nəfər qaldırar. Nəməyi bura qədər kim izlətsə, yəni yayın deyirəm. Bu arada YouTube'da yayında zada da olar. Kim istəsə yəni gəlib yayınımıza baxa bilər. 2 saat belə YouTube'da yayında olar. İndi yəni uşaqlar, bunu sizə görə çəkirəm. Yəni heç çəkmək istəmirdim. Özüm də ağrıyıram. Yəni istəmədim çəkim, amma dedim ki, qoy kanal videosuz etkiləşim düşməsin kanal. Məcbur çəkdim. Yəni bura qədər baxdısa abunə olub like atmağı unutmayın. Abunə olun ki, heç olmasa 6000 abunə, 5000 abunə, 5000 olduq da 6000 abunəni, yəni 6000 abunə olmaq lazımdır. 6000 abunədə ucu çəkiş zad eləyəcəm inşallah. Gedək o səslər var. Gedək görək o tərəfə. Bunun çatısına düşüb 30 nəfər qalıb hələ. İdealın vaxtda qutardı. Buz UMP'lər zadı var. Bunları inanmıram vuram mən. Vuraram takımları güclü. Mənim kimi takımına bax, onun takımına bax. Yargı dağıdır ya bu UMP'li. Bu. Baya tez ora gəldi. Bir ağacın dibində döydüm bu. Heç arada adam yoxdur. Adam var uzaqdadır. Gedibdir. Riska da atmaq istəmirəm. Ay. Orada vuran var. 4-2-dən Honey silahını vursam göyə divara baxacağım yoxsa. Çox səkirik. Kar 98 ilə vursam amma puanı etkiləməz. Ayağı. Ay bir şükür hə. Ondan vuraraydın sən. Sən məni vurmaqdan öncəri 40 dənə çörək yeməlisən burada. Heç nə, ikinci kilimiz də hayırlı olsun. Qalbində o birlər. Alan da gəlir. Loot elif, şarjör yüklük getmək lazımdır. Qırmızı evə geçsək, hələ alan içidir qırmızı ev. 59 saniyə zadda burada dursa onu bəsdir. Oy bilər 1 dəqiqə, heç nə olmaz elə bir yarım dəqiqəsi dursaq bəs edir. Buradan gedib oyun axırında ilk ona girsəm süper olar. Bir 2 leşli, bir 3 leşim də olar.
Polun üstü puan verər. Buz diyarlılar qarı axıra. Bunları vursaq super olar. Amma takım deyil, bu takım bot paltarı giymiş takımdır. Nə gözləyirsən? Random gələnlərdir. Bir nömrə var. Oradan da adam var. Mesaj gəlməyinə var deyil. Buradan əyilmək olmur. Çox da bura minir. Mən baxanda da sən düş. Ayda. Bura mən nə qədər mindim axı. O yaxşı bunu 4 nömrə bunu vurdusa. Salamatı bax deyim sizə. Bu takımın içində salamat bir dənə 4 nömrə normal oynayır. 2 nömrə başın buraxın oynamır heç. 1 nömrə idi. 1 nömrəni də vurdular, kömək eləmədilər. Nə qal takım yoxdur. Alan tıxşıyıq, alan da vuracaq. Orada da mı var da? Hadi. Oy, mən görüb. Baxmaz orada. Oraya baxmaz. Vay bunlara bax, bunlara bax. Onu boş yere sprey atsam ben orada. Dağa daşa baxacağım. Dəqiqə arada qaldıq. Serisindən canımızı basıb alana getməliyik. Getdik. Gedib bu qabaqdakı evlərin çatsın, getsin super olacaq. Bir adam var qabağımızda. Burada bölümdə adam var. Ayda dayan çıx. Öldüm. Neyse puan verəcək görən. Hə dostlar. 300'e yaxın puan verdi. Normaldır belə. Bax burada göstərir məsələn skordu, isabət zaddır. Bunlar hamısı puan etki eləyir. Heç nədə dostlar, videomuz bura qədər olsun. Yəni istədim ki sizə, yəni necə aldığımı sizə göstərmək istədim ki, yəni ünvanı necə almışam. Bura qədər izlədi sizə. Videomuza çoxlu rəy yazmağı, bir də abunə ol, like atmağı unutmayın. Heç nə dostlarım. Sağ olun, salamat qalın.